Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsi dəmir yumruğun necə güclü olduğunu bütün dünyaya göstərdi. Dəmir yumruğun güclü və qüdrətli olması üçün neçə oğullar canlarını fəda etdi. Onlar Xarı bülbülün yenidən öz torpağında cücərməsi üçün canları ilə torpağa sipər olub, 3 rəngli bayrağımızın 4-cü rənginə çevirdilər. Bir oğullardan biri də Ramil Yusifzadə idi. Bu gün onun doğum günüdür. Cəmi 27 illik ömrünə bir əbədi tarix yerləşdirə bildi Ramil. Vətənin oğlu olmağı bacardı o. Bir ömür nəğməsi qəhrəmanlıqla əbədiləşən Ramil Yusifzadənin 27-ci doğum günü Mərdəkə Mədəniyyət evində qeyd olundu. Tədbirdə Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, millət vəkili Aydın Mirzəzadə, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri, sakinlər iştirak edirdi. Tədbir Respublikamızın dövlət himni və ərazilərimizin düşmən tapdağından azad olunmasında canını fəda etmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlandı. Daha sonra Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Ali Baş Komandanın başçılığı ilə dəmir yumruğa çevrilmiş Azərbaycan xalqının müharibə dövründəki qətiyyətli əzmkarlığını dilə gətirdi və ərazi bütövlüyümüz uğrunda can fəda etmiş şəhidlərimizin xatirəsinin hər zaman uca tutulacağını bildirdi. Çıxış edən millət vəkili Aydın Mirzəzadə Azərbaycan tarixinin şanlı səhifəsinin əsas səbəbkarları olan şəhidlərimizə hörmət və ehtiramın həmişə sonsuz olacağını vurğuladı. Daha sonra incəsənət xadimlərinin ifasında vətənpərvər ruhda mahnılar səsləndirildi. Mənim üçün əlamətdar günlərdən biridir, ağır da olsun. Çünki mən həmişə deyirəm ki, biz şəhid anaları ayaqda mərd dayanmalıyıq ki, düşmənlər sevinməsin azından. Və o mərdliyimizlə də biz sübut etməliyik ki, bəli, bizim böyütdüyümüz o oğullarımız mərd oğullardır. Ramilimin yadıma düşür ki, mən 22 yaşında Ramil şəhid olub və inanın hər il onun mən mütəmadi ad günlərini keçirdirdim dostları ilə hər il. Elə gün il olmadı ki, mən onun ad günlərini keçirtməyim. Amma bugün çox təəssüf edirəm ki, mən onun ad günü şəhadətdə olduğu, qəbul etmirəm şəhadətdə olduğunu da. Ne üçün? Elə bilirəm ki, elə yanımdadır, daima yanımdadır. Mən onunla fəxr edirəm, bir şəhid anası kimi. Ramillə Ziya döyüşdə bir yerdə olub. Ondan qabağı bizim məlumatımız yox idi ki, Ramillə bir yerdədir. Oktyabrın 13-ü döyüşə bir giriblər Ramillə Ziya. Ziya 3 ayın əskəri idi. Ramil bitirirdi əskərliğin, il yarım idi əskərliqdə idi. 50 gün Ziyanı axtardıq. Dekabrın 3-ündə Ramillə bir yerdə tapıldı Ziya. Dekabrın 3-ü dəfn olunublar. Ondan sonra ailələr başladı bir-birimizə təsəlli verməyə, təsəlli olmağa. İndi dönüb baxsam da o xoş bir duyğulardan qəlbimdə nə qalır? Ömür ötüb gedincə həsrət qaldım sevincə, bildim xoşbəxt günlərim səninlə yaşanıb. Ramil Yusifzadə Azərbaycan Silahlı Qüvvələrinin əskəri olaraq müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdu. Qazax rayonunda yerləşən en sayılı hərbi hissədə xidmət etmişdi. Ramil Yusifzadə 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycan ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdi. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdu. Ramil Yusifzadənin olduğu takım 13 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmişdi. Mehriban Sadıqova, Kemalettin Hüseynov, Məhərrəm Abbasov, Ülviyə Orucova. İndi dönüb baxsam da yenidən heç duymadım sənin sevgindəki səsi. Sən mənim arzularımdan keçən bir ömrümdən
nəğməsi